O çox yaxşı bir ailənin balıqçı oğlu idi. Amma anası onu hansısa bir gözəl qızla evləndirmək fikrində değildi. Oğlu ilə evlənəcək qız gözəl, eyni zamanda ağıllı və ailəsini sevgi ilə idarə etməli idi. Buna görə də bir test hazırladı. Qızlarını evləndirmək istəyən analara həmişə eyni sualı verirdi. Bir balıqçının həyatı asan deyil. Oğlumla evlənəcək qız, oğlumun yaxşı günündə və pis günündə ona dəstək olmalıdır. Bəzi günlər bolluq içində, bəzi günlər yoxluq içində keçər. Deyək ki, oğlum bir gün böyük bir balıq tutdu. Qızınızdan soruşun ki, balığın mümkün qədər uzun müddət qalması üçün nə edərdi? Analar hər cür cavabla qayıdardılar. Bəziləri onu qurutmaq üçün nazik dilimlərə kəsməyi, digərləri isə duzlu suda islatmağı təklif edərdilər. Bəziləri un su əlavə edib şorba bişirməyi, digərləri isə bol düyü ilə bişirməyi təklif edərdilər. Bu cavabların heç biri ananı qane etmirdi. O başını yelləyərək deyirdi: "Xeyr, bu işə yaramayacaq. Bu uzun sürməyəcək." Bir gün nəvəsi üçün yaşlı bir qadın gəlir. Yaşlı qadın anasının ölümündən sonra qızı özü böyütmüşdü. Onlar kiçik bir daxmada, kəndin kənarında sadə bir həyat yaşayırdılar. Ana həmişəki sualını verdi. Elə həmin axşam qapının zəngi çalındı. Bu qadının nəvəsi idi. O bu suala özü cavab vermək istəyirdi. O uzun boylu, gözəl, gözləri sevincdən parlayan bir qız idi. Ana gizlicə bu qızın imtahana uyğun cavab verməsini arzulayırdı. "Əgər oğlunuz evə böyük bir balıq gətirsə, mən onu böyük qazanda tərəvəz və düyü ilə bol yemək hazırlayaram." Bu cavab da digərlərindən fərqlənmirdi. Ana inkar əlaməti olaraq başını yelləmək üzrə idi ki, qız davam etdi. "Sonra yeməyi hissələrə bölüb bütün qonşulara paylayaram." Ana təəccübləndi, özünü saxlaya bilməyib soruşdu: "Bəs onda balıq qalmayacaq, evi necə idarə edəcəksən?" "Mən ətrafımdakıları yedizdirsəm, onlar da məni yedizdirər. Əgər yoldaşımın balıq tuta bilmədiyi bir gün olsa, daha şanslı bir ailə onu bizimlə bölüşər. Beləliklə, dənizdə balıq olduğu müddətcə hər kəsin süfrəsində yemək olar." Ana gülümsədi. Bəli, bu oğlu üçün ən uyğun qız idi. Çünki ürəyini açmağa cəsarəti və dünyanın bolluğuna inanan biri idi.